gördüyünüz bu ince torlar uretraya dəstək məqsədi ilə qoyulur. Hansı pasiyentlər ki, stres sipliyi sidiyi qaçırmadan əziyyət çəkir. Yəni askıranda, öskürəndə, ağırlıq qaldıran zaman, cinsi əlaqə zaman sidiyi qaçırsa, burada deyilir stres inkontinus sidisi qaçırması. Bəli, pasiyentimiz orta yaşlı bir xanımdır. İllərdir bu sidiyi qaçırmadan əziyyət çəkir və deyir, doktor, buna görə inan qonaqlığa da gedəndə pampersən gedirəm ki, birdən sidiyim qaçar. Pasiyentimizə bu günləri vena daxili anesteziya altında transabturator teyp dediğimiz tot əməliyyatı və bununla bərabər də həmçinin pasiyentimizin digər problemləri var. Doğuşdan sonraki yırtıqları həm ön divarda, həm arxa divarda, aralığın cırılması, bəli, bu əməliyyatları biz birgə icra edə bilirik və çox gözəl də nəticələrimiz olur. Bu əlimdə gördüyünüz tor ömürlükdür, dəyişdirməyə ehtiyac yoxdur. 2-3 ay müddətində tamamilə insanın öz toxumasına qarışır. Bəli, əməliyyatımız hardasa 1 saat 15 dəqiqə davam edəcək. Tək çünki tot əməliyyatı olmayacaq. Onunla bərabər kalpoplastik əməliyyatı da